Əziz dostlar, biz artıq çəkilişin ikinci günündəyik, yəni çəkişə başladığımız ikinci gündəyik, amma filmin çəkişləri zaten bir neçə gündür başlayıb. Dahi Üzeyir Hacıyevin ev muzeyindəyik hal-hazırda və filmin davamı burada çəkiləcək. Bizim sevimli operatorumuz Əziz sizə zaten pərdə arxası baş verənləri yenə göstərəcək. Gedək. 2, 1, oyun. Ne diyeyim? Nə deyim? Kimden danışım? Kino həmişə maraqlıdır. Kinosuz günümüz olmasın. Məncə yaxşı bir şey alınacaq, çox həyəcanlıyam. Vaxt azdır. Bu qarşılıqlı etibarla yaranan bir layihədir. Düşünürəm ki, sonu çox yaxşı olar. Yenə də bizim aktyor heyəti, rejissor və yaxud da texniki heyət hazırlaşırlar növbəti səhnə üçün. Hamı gərgindir, hamı tələsir, hamı yorğundur. Ben onu bilirsen Led parçası iki parça. Birisi işleyecek. Yəni Necə gedir? Anar Almazov bir çox filmlərdə, seriallarda bir yerdə işləmişik. Anar bəy həqiqətən öz işinin peşəkarıdır. Bu filmdə də çox əziyyəti var, çox əməyi var. İstəyirik Anar bəyə də yaxınlaşaq, ondan da bir müsahibə alaq. Gəl. arxasındakı 4 yol var. Bir çoxunuz zaten tanıyırsınız həm aktyor kimi, amma ondan əlavə bir çox filmlərdə rejissor kimi də fəaliyyəti var. İllərdir Azərbaycan kinosuna xidmət eləyir. Çox sağ ol. Ne diyeyim? Nə deyim? Kimden danışım? Ben bu uşaqlar da misal üçün yaxşı bir işlə məşğuldurlar. İnsanlarla məşğuldurlar, işləyirlər. Bizə çox dəstək olurlar, hər tərəfli. Lakin castingimizə belə əməlli başlı yardımcı olublar. Uğurlar sizə arzulayıram mən əsasən. Hər işdə belə yanımızda olun, bizlə bir yerdə olun. İşlərimiz davamlı olsun, uğurlu olsun, həmişə sözsüz belə yüksək belə məqamlarda, mərtəbələrdən gəlsin. Baba, nə deyim? Var olun. Ya, set arxasını göstərik. Təxminən bir aydır səhv eləmirəmsə, hardasa bir ay və yaxud da bir aydan çoxdur ki, biz Anar bəylə həm də filmin yəni kadr arxası olaraq, pərdə arxası olaraq müəyyən təşkilati işlərini görürük. Yəni elə bilməyin ki, film bir günə başlayır, bir günə bitir. Xoş oldu sizlə çalışmaq və yaxud da ümumi bütün heyətlə. Var olun. Vaxtınızı aldıq, üzrlüsən. Tərdən bax, bu tərdən station görməyəcək. Onca tərdən görməyəcək. Nurlar da çağırır. Bir dənə çağırır, Nurlar da çağırır. Əslində sənəcələ, burada yaşamıyor. Arka konsolası olacaq. Ama otur da orada. Biz burada Beşiktaş'ımız var. Dur baksana onlara götürür. Bunlar kolumuz altına katılar. Bunları sakla. Bir dakika ama sen dur böyle şeyden sıra böyle. Bu tarafa gel. Orada olsun. Işığın altına gir. Işığın altındadır. Ama da gel, gel. Orada olsun. Çalar. Biraz böyle gel. İmam müəllim deyir ki, deyir. Right position. Və dostlar, hal-hazırda bizlə Nizat bəydir. Bizim filmin baş prodüseri, Art Bakers'ın rəhbəri. İllərdir bir çox proyektlərdə işləmişik. Hal-hazırda bəlkə də filmində də bir yerdəyik. Fikirləriniz nədir Nizat bəy? Çəkirik, görək nə olunacaq. Amma ki, yaxşı bir şey gözləyirik. Bu filmin tarixçəsi kifayət qədər
çətin oldu. Yəni biz bunu qısa film kimi düşünmüşdük. Taley bunu bizə təklif eləyəndə okey verildi. Sadəcə olaraq həm büdcə baxımından gördük ki, çox büdcə ayrıldı qısa film üçün. Həm də ki gördük ki, bu film istəyir tam metrajda olsun. Çünki elə qısa bir hissəsi gəlib çıxmışdı hardasa 55 dəqiqəyə. Amma ki çatmayan bir səhnələr var idi ki, onları da çəkmək lazım idi və gördük ki, tam metrajlı bir filmə artıq oxşamağa başlayır və düşündük ki, niyə də yox və artıq kassalara çıxmaq qərarına gəldik. Hal-hazırda çəkirik, görək nə olacaq. Komandaya təşəkkürümü bildirirəm ki, çox canfəşanlıq eləyirlər, çox həvəslə işləyirlər. Bu da çox vacib bir məqamdır. Ələxsusda ki, Taley Yüzbəyevin özünə təşəkkür edirəm ki, belə bir ssenari ilə bizə müraciət elədi. Bu çox vacib məqam idi və belə bu qarşılıqlı etibarla yaranan bir layihədir. Düşünürəm ki, sonu çox yaxşı olar. Artıq filmin təqdimatını, qala gecəsini keçirmək istəyirik. Planlarımızda var ki, biraz belə orijinal qala gecəsi eləyək. Çünki bu Art Bakers Production'ın filmin ilk tam metrajlı bədii filmidir. Bundan qabaq Victoria filmini çəkmişdik Əlixan Rəcəbovla. Amma bu tam metrajlı film olduğuna görə və ilk olduğuna görə çalışırıq ki, nəsə orijinal bir şey eləyək təqdimatda. Belə. Həqiqətən setdə ümumiyyətlə baş verənlər səhnə arxası görürəm və mən film həqiqətən bu qədər o qədər maraqlıdır ki, görün bunların nəticəsində mövzular nədir, nə olacaq? Çünki biz bütün çəkişlərdə olmuruq da, bəzi gün oluruq, bəzi gün yox. Əzizlə fikirləşirik, şayda bunları toplayanda necə maraqlı bir şey çıxacaq ortaya. Məncə uğurlu olacaq, məncə çox yaxşı olacaq. Zaten heyət hamısı professionallardır. Xeyirli uğurlu olsun. Çox sağ olun, təşəkkür edirəm. Sizə də, siz də bu filmdə çalışırsınız. Sizin də şirkətinizə, bütün layihələrinizə böyük uğurlar arzu edirəm. Var olun, çox sağ Sağ olun. olun. Ama ses yazın. Hakikaten nurlarını kimse ortadan çıkartabilir mi? Baş. Karşılaştık. Nurla, nurların özü olsun. Başka adam çıkartsak olmaz. Evet, sandık çıkartsak. Şamı yandıran her ehtimal. Hansı bunu? Ha. Görmüş ama. Gedək bir dənə. Hazır. O burada diyen sana Allah 5 dakika. Bir dakika bağıştım. İmam. Herkes rahat. Hazır. Ha. Hazırız. Hadi. Rek var. Tamam da Təmir ola. Gəl görək başqa kim var burada. Bizim geyim rəssamımız. Yorğunsunuz. Biraz. Biraz. Çox elə bir nəsə çox demək istədiniz, tərəddüd elədiniz. Biraz. Estağfurullah, işimizdir. İşimizdir. Necədir, maraqlıdır set ortamı? Kino həmişə maraqlıdır. Bəli. Kinosuz günümüz olmaz. Bu işdə olan insanların çoxundan soruşmuşam. Deyirlər ki, biz bu işi sevirik deyə görürük. Məsələ odur. Zaten başqa əks halda burada dözmək mümkün olmaz. Yəni məncə bu şeyə bu sistemə başqa halda dözmək mümkün deyil. Mən belə düşünürəm. Çətin işdir, həqiqətən. Çətin işdir. O tərəfdə çox sağ olun. Sağ olun. Artıq hamı hazırlaşır, set bitib. Hamı istəyir evə getsin, elə təbii ki biz də. Gəl, belə başqa kimi tapırıq. Maşallah, yaxşı işləyirsən, dayanmırsan. Heç oturmamısan bugün. Heç bugün oturmamışam. Heç. Görəndən sonra mən Bitti, bugün də bitti. Yorğunuq. yox. Hiss eləmirəm səndə açıq, çünki oturmusan. 4 saatda işləmək olar oturan vəziyyət. İşdən çıxdı. Bugün bitirdik. Yeməyi mən ora qoydum və mən düz yemişəm, 2 kilometr mən uzaqlıqda, 2 kilometr uzaqlıqda mən getdim maşından geyim gətirməyə. O anda kim yeyibsə ondan heç bir xəbərim yoxdur. Bu günləri mən 17 kilometr gəzmişəm. Maşallah, maşınla piyada. Piyada. Piyada, Piyada, bəli. Təxminən nə qədər vaxt gedib onu? Təxminən 40 dəqiqə. Yorulmayasan. Çox sağ olun. Təşəkkür edirəm. Bugün də məncə bitir.
bu gün bitiririk əziz dostlar. Qeyd edeyim ki, siz də reklam, klip, film, seriallarda çəkilmək, aktyor, aktrisa və yaxud da model olmaq istəyirsinizsə, bizə müraciət eləyə bilərsiniz. Çox çətin deyil, yəni burada qeyd elədiyimiz nömrələrə, aşağıda qeyd elədiyimiz nömrələrə yazırsınız. Salam, mən çəkişlərdə iştirak eləmək istəyirəm. Daha sonra sizə onlayn qeydiyyat formu göndərilir. O formu tamamlayırsınız. Ondan sonra çəkişlərdə iştirak eləmə hüququ qazanırsınız. Bu günlük hələ ki bu qədər. Uşaqlar, bu gün də bitdi. Sağ olun, növbəti gündə görüşərik. Yenə hər vaxtınız xeyir olsun. Yenə mən Xətai Mehbaliyev. Bugün artıq bəlkə də filminin 3-cü çəkiliş günündəyik. Səhər saat təxminən yox, dəqiq 07:25-dir. World Business Center-in qarşısındayıq. Yəni bizim Art Bakers'ın ofisi burada yerləşir. Köməkçi aktyorlar, baş rol, ümumi texniki qruppa hamı burada toplaşır, buradan gedirik çəkilişə. Əziz, gedək görək indi bizim köməkçi aktyorlardan kim var, kim gəlib. Gəl. Bu dostlarla biz illərdir demək olar ki, çalışırıq. Köməkçi aktyor kimi gəlirlər filmlərdə, arxa səhnələrdə filan iştirak edirlər. Film Taleh Yüzbəyovun filmidir. Yəqin ki, hamımız tanıyırıq. Taleh Yüzbəyov haqqında fikirləriniz nədir ümumiyyətlə? Bir aktyor kimi, sənət adamı kimi. Bu insan həyatda inqilab aparan bir insan olub. Başqa sahələrdə çalışıb, amma ürəyi həm zaman filmlə döyünüb, kino yaradıcılığı ilə döyünüb və sonsuz şükürlər olsun ki, artıq o istədiyi bir şey əldə edir. Nəyə görə? Çəkdiyi zəhmət, ona o verilən fitri istedad, bunlar hamısı layiqli bir tədbirə layiq mənəviyyatdır. Sağ olun. Sizin nə sözünüz var? Valla Taleh Yüzbəyevlə, o gözəl insanla hər birimiz arzu eləyirdik ki, elə düşək o kişinin qəbuluna, sanki o çəkildiyi filmlərə. Mən xoşbəxtəm ki, Taleh Yüzbəyevlə bir neçə dəfə yəni çəkilmiş filmlərdə ən gözəl yadda qalan Zəhər Tuluğunda mən o kişi ilə yenə çəkildim. Həm yadıma düşdü. Bəli. Mən bu ilə əlbət ki, şərəf duyuram. Bu incəsənət belədir də, incəsənət yalnız qurban tələb edir. Mən şəxsən çox sevinirəm ki, bugün yenə Taleh Yüzbəyevin çəkilişindəyəm. Dostumuzdur, həm də belə ürəyi istədi köməkçi aktyor kimi bugün gəlsin. Əvvəla çox sağ olun ki, məni yeni dəvət eləmişsiniz. Bu sənətdə ilk addımlarımı atıram sizin köməyinizlə. Bu sənəti həqiqətən çox sevmişəm. İstər uşaqlıq vaxtı olsun, istər vaxta qədər bu sənətdə olmuşam mən, belə deyək. Bu sənəti davam ilk addımlarımı atmağa çalışacağam sizin qədəminizdən inşallah. Yaxşı olar, inşallah. Yaxşı olar. Siz də ilk addımlarınızı atmaq istəyirsinizsə, yenə də deyirəm, biz aşağıda əlaqə nömrələri qoyacağıq. Bizlə əlaqə saxlayıb əməkdaşlıq eləyə bilərsiniz. Qeyd edeyim ki, texniki heyət artıq özü oradadır, özü gəlir. Dostlarımızı çək. Gəl. Salam əleykum. Sabahınız xeyir olsun. Nuş olsun, nuş olsun. Sağ olun. Sabahınız xeyir. Anar bəyə tapşırıblar ki, xüsusən çəkək. Ay qardaş, eləmə. Salam əleykum. Yenə də qeyd edeyim ki, bugün ilk səhnəmiz kafe səhnəsidir. Bu gördüyünüz məkan ki var, birazdan sizə göstərəcəyik. Bura texniki heyət gələcək, işıqlar qurulacaq, kameralar qurulacaq. Hər şey hazır olandan sonra çəkilişimiz başlayacaq. O proseslərdə təbii ki, hamısını sizə çox güman ki, göstərəcəyik, icazə versələr. Belə, Azər bəy gəldi. Azər çox zəhmətkeş insandır, çox. Çəkmək lazımdır, Azəri çəkirik. Necəsən Azər? Yaxşılıqdır. Bizim uşaqlar burada. Siz burada mənim buz elədiniz. Azər prodüser sahəsində Azərbaycanda ən yaxşılardan biridir. Sigaret nəzarla biabıl edə, sabahınız xeyir. Nə olar, insansan da.
İman gəlir. İman burada da. Yanında belə bir şey görmədim. Ha? Bibi. Abartın stollar necə sən uyğunsa elə deyil. Və beləcə əziz dostlar, hazırlıqlar artıq başlayır. Yəqin ki bir neçə dəqiqəyə, nə bilim yarım saata, 40 dəqiqəyə çəklik üçün nəzərdə tutulan məkan tam hazır olacaq. Bura bizim geyim otağımızdır. Aktyorlar burada gəlirlər, öz geyimlərini dəyişib, hansı obrazlardarsa əgər ona uyğun geyimləri geyinirlər. İynə-sap filan, nə bilim, bütün rekvizitlər, bütün alətlər hamısı buradadır. Ha. Kimin de var? Bundan var. Futbolun hələli yığışdıraq. Bunu çəkiyorlar. Onda bunu da söyleyeyim. Oradan. Bir saniye. Gördük dərinlik. Aşırtılarda kırmızı. Aşırtılarda yapılır. Bizim olsa ofisdən gidib səndən. Çox nadir çıxardır o şey. Bəs mənim bir şey maraqlıdır. Bu bit bazarına gedəndə saqqallı deyil, saqqalsızdır. 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 Gördüyünüz kimi məkan artıq demək olar ki tamamilə dəyişdirildi. Burada divanlar falan var idi. Onlar hamısı çıxardıldı. Sırf filmdə olacaq səhnəyə uyğun rekvizitlər gəldi. Artıq demək olar ki bütün detallar hazırdır. Çox güman ki 15-20 dəqiqəyə çəkişə başlayırıq. Dəyişmiş məkanı bir də göstər tamaşaçılara. Bu görülən işlərin sadəcə bir qismidir. Maksimum çalışacağıq ki, setdə nə baş verirsə, ən geniş şəkildə sizlərə təqdim edək. Çəkiliş arası fasilədən bizim köməkçi aktyorlar damla oynamaqla yaralanır. Necə keçir müəllim? Gözəl oyma. Mən hara gedirəm uduram da. Udursunuz Valla yəni. uduram, hara söhbəti yox. Orada kimsə deyəsən alladıb. Harda? Zarafat. Qaqa sən rolun nədir burada? Nəsə deyir amma başa düşmürəm. Bu manikenin niyə burada olduğunu hələ ki mən də bilmirəm. Çox güman ki, bəlkə də filminə baxandan sonra siz də biləcəksiniz. Hər halda nəsə önəmli bir rekvizitdir burada. Çünki əsas obrazların oynadığı səhnədədir. Həmən masada yerləşdirilib. Başkalarına kömək eləmək kimi düşüncəm var.
Hazır. 3, 2, 1. Oyun. Alt var. Belə əziz dostlar, demək olar ki, səhnə artıq bitir. Bütün kadrlar çəkildi. Birazdan çox güman ki, biz buradan çıxacağıq və başqa məkana gedəcəyik. Batarya vermə. Çəkişdəydim ama özüm öyle bələşdən görmədim. Dostlar, hal-hazırda Cəfər Cabbarlı adına kino studiyadayıq və bəlkə də filminin növbəti səhnələri burada çəkiləcək. Yenə də hazırlaşırlar bütün qruppa. Düşünürəm ki, çox maraqlı olacaq, çox yaxşı olacaq. Göstər bu tərəfi də izləyicilərimiz görsün. Burada atdan, faytondan da gördüyünüz kimi fayton səhnəsi olacaq. Keçmiş dövrə aid bir səhnədən söhbət gedir. Maraqlıdır. Maraqlıdır. Mənim şəxsən özümə çox böyük maraq verir. Yenə də burada da maksimum dərəcədə çalışacağıq bütün prosesləri sizə göstərək. Halif bəy, necədir vəziyyət? Çəkilişlərin artıq neçənci günüdür? 4-cü günüdür. 4. Çox ağır şərtdə. Mənim indiyənə kimi rejissorluq elədiyim ən çətin işdir məncə. Çalışırıq, məncə yaxşı bir şey alınacaq. Niyə belə yoxsa tutanda yazmır? Normal idi. Məncə yaxşı bir şey alınacaq. Çox həyəcanlıyam. Vaxt azdır, pul azdır. Məcbur yaradıcı olmağa məhkumuq. Hə, o əziyyəti biz də görürük. Həqiqətən tamaşaçılar, amma dəfələrlə qeyd eləmişəm ki, düşündüyünüz qədər asan deyirlər. Çox əziyyətlər olur. Göstərmişik, set arxası olsun, aktyorların geyimidir, qrimidir, ümumi hazırlıq prosesidir. Mən çox inanıram ki, çox yaxşı bir iş ortaya çıxacaq. İnşallah. Biraz bu əziyyətlər çəkilir, yəqin nəticəsini görərik. Ən çətin şey elə bu dəqiqə bizə əziyyət verən soyuqdur. Yəni soyuq olmağı adamı sıxır. Hər şey problemlər üstə bir dənə də soyuq gəlib. Amma indi az qalıb da. 4-ün çəkmişi 5-i qalıb. Az deyəndə belədir. Bir şey qalmayıb qardaşlar. Bir dənə çay vaxtında olsun, hər şey yaxşı olar. Uğurlar. Sağ olasın. Mən çox inanıram bu proyektə. Çox inanıram çünki set arxasında hiss eləyirik də nəyin nə olacağını. Məncə əla olacaq inşallah. Görək ata hazırlandı. Baxa görə nə edirlər. Bizim filmdə Ümid obrazını canlandıran aktyor Əli bəy də buradadır. Yaxınlaşaq görək onun təəssüratları nədir. Əli, salam. Xeyirli uğurlu olsun. Necəsən? Obrazın haqqında və yaxud da ümumi film haqqında qısaca nə məlumat verə bilərsən, nə deyə bilərsən? Obraz barəsində deyə bilərəm ki, bu həqiqətən də Talehin düşündüyü obrazlar içərisində elə bir Taleh bunu çoxdan yazıb bu hekayəni. Elə ilk gündən bəri bunu mən barədə düşünüb yazarkən də düşünüb ki, 2015-də olub bu hadisə. Yəni 2015-dən bəri Taleh bu barədə düşünüb ki, bunu məhz mən oynayım. Bilmirəm hansı nüanslara görə, ona görə həm də bu Talehin içindəki bir ümididir. Talehin içindəki bir obraz olaraq gələcəyə, keçmişə, keçmiş xatirələrə ümididir. Mən də onu canlandırmaqda böyük fəxr hissi duyuram və Taleh bunu mənə çoxdan danışıb hadisələri və bugünün gəlib çıxmağı mənim üçün çox xoş bir gündür. Yəni bu ssenarinin, bu filmin planı çoxdan var. Bəli, çoxdan var idi və bugün də ərsəyə gəlməsində
yəni bütün heyət, bütün iş bu çətin işin altına girmək özü böyük bir işdir və çox sevinirəm ki, bu işi axır ki bir nəticəyə gəlib çıxarda bilmişik. Yaxşı olacaq. İnşallah. Uğurlar. Obraz haqqında qısaca nə deyə bilərsən obrazla? Obraz belə deyim sizə ruhdur. Keçmişdən gəlib, yaxın keçmişdən gəlib və taleyin obrazı ilə birlikdə keçmişə qayıtmaq istəyir, hər hansı bir səhvlərini düzəltmək üçün. Yəni gerisini isə kinoteatrda baxsaz daha yaxşı olar. Çox yaxşı bir iş hərəkəyə gələcək. İnşallah. Hər kəsə uğurlar. Sənə də uğurlar. Çox sağ ol. Sağ olun, minnətdaram. Səhnəmiz demək olar ki, artıq qurulub, aktyorlar, aktrisalar hamısı, grim, geyim, bütün demək olar ki, nə lazımsa tamamlanıb. Əslində burada olan səhnə gecə səhnəsi idi. Sadəcə biraz tez gəldilər ki, bu prosesləri eləməyə müəyyən vaxt gedir. Təxminən bir saat, yarım, 2 saat getdi də, səhv eləmirəmsə. İndi artıq hardasa bir 10 dəqiqəyə, 15 dəqiqəyə, maksimum 20 dəqiqəyə artıq çəkişlərimiz başlayır. Çalışacağıq yenə nəsə göstərək sizə çəkiliş prosesindən. Bizim balaca dostlarımız da var bugün, onların da səhnəsi var. Üşümürsən? Yox. Ola bilməz. Ola bilər. Ola bilər? Hə. Mən üşüyürəm axı. Mən amma üşümürəm. Halal olsun sən. Sən də üşümürsən? Mən üşüyürəm. Hə? Üşüyürəm. Hiss edirəm belə kurtkaları geyinmirsən üstədə. Uğurlar sənə. Sağ olun. Sən də sağ ol. Sən də sağ ol. Həcər salam. Salam. Necəsən? Yaxşıyam, siz necəsiz? Yaxşıyam. Üşümürsən? Üşüyürəm. Amma içimizi setin istisi isidir. Bəli, bəli, Bəli. məncə də. Obrazın nə idi burada? Yusif bəyin yoldaşı. Aha, Bəli. xeyir uğurlu olsun. Çox sağ olun, hər birimiz üçün. Balacalar da sizin övladlarınız. Mənim övladlarımdır, Yəni, bəli. Yusuf bəyin Oğlum və qızım. Bəli. Uğurlar sənə. Çox sağ olun, hər birimiz üçün uğurlu olsun. İnşallah ki, yaxşı olacaq. Təşəkkür. Həqiqi üşümürsən sən? Həqiqi. 100%. Hə, 100%. Vallahi halaldısan, mən donuram. Cibimə çox geyinmişəm. Çox geyinmişəm. Həm öz paltarımda, həm də başqa Mən də paltarlar. çox geyinmişəm də. Sən halal ol. İncəsənət sevgisi istidir uşağı. O məsələ budur. Aktris olmaq istəyirsən? Hələ ki bilmirəm. Bəlkə. Hələ ki fikirləşir də, gələcəkdə olar. Ondan sonra yəqin ki fikirləri dəyişəcək. Yəqin ki, ya konkret deyəcək istəmirəm, ya da həvəsi artacaq. Maraqlıdır çəkilişlər. Hə. Uğurlar. Çox sağ olun. Sən sağ ol.